Amnistiya aktının icrası bugün yüzlərlə insan üçün azadlığa qayıdış, ailələr üçünsə illər sonra gələn sevinci oldu. Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar cəmiyyətə yeni başlanğıc mesajı verdi. Dəmir qapılar arxasından boylanan ümidlər azadlığına qovuşur. Daha gözləri yolda, qulaqları səsdə olmayacaq. Çoxdandır ki, gözlədikləri sevinç selinin içinə düşüb də azadlığın dadını çıxaracaq və keçmişin dərslərindən ibrət alacaqlar. Amnistiya aktının icrası onlar üçün yeni bir sabah açır. Sözsüz ki, bu azadlıq təkcə fərdlər üçün deyil, ümumilikdə cəmiyyət üçün yeni bir nəfəs, yeni başlanğıcdır. Bu həm də dövlətin vətəndaşına verdiyi şans və etimaddır. Amnistiya aktının qəbul olunmasının ən əsas deyək ki, göstəricisi ondan ibarətdir. Burada şəhid ailələrdir, vətən müharibəsi iştirakçılardır, deyək ki, antiterror tədbirində iştirak edən insanlardır və ümumilikdə bu kimi kateqoriyadan olan insanların amnistiyaya düşməsi bu bir daha ölkə prezidentinin bütövlükdə Azərbaycan vətəndaşlarına, bu kateqoriyadan olan insanlara verdiyi dəyərdir. Bu, vətəndaş dövlət həmrəyliyinin bir bariz nümunəsidir. Siyasi təhlilçilər onda deyirlər ki, amnistiya aktı onu göstərdi ki, dövlət üçün insan taleyi və cəmiyyətə qayıdış əsas dəyərdir. Yeni həyata doğru atılan bu addımlar güclü Azərbaycanın da səsinə səs qatacaq və dünya üçün də çox önəmli bir mesaj olacaq. Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.